atama və anama minnətdaram ki, məni dünyaya gətiriblər. Çünki mən bu dünyanı doğrudan da çox sevirəm. Bugün 5 iyun sənin ad günündür. Doğum gününə illər getdikcə yəqin münasibət də dəyişir. Necə bilirsən, Vaqif? Çox qəribədir. Mənim ad günlərimdə bir münasibət də deməzdim, halım. Laf özümü tanıyandan kədərli olurum. Ad günlərində də çeytnota düşürsən. Vaxt çatışmamazlığına, pat vəziyyətinə. Sən Lorca ilə Müşfiqlə bir gündə doğulmusan. Yadındamı? Deyirdin Lorca'da, Müşfiq də öldürüldü. Mən isə aradan çıxdım. Bəlkə də ona görə sən özünə qeyri-adi tərcümeyi hal yazdın. 39'da doğuldum, 37'də tutuldum. Bir şeirimdə demişdim, lap ilk şeirlərimdəki, doğuldum 1939'da, 1937'də tutuldum. Bu şeir yaman iradlar doğurmuşdu. Riyaziyyatı məndən bir qədər yaxşı bilən adam vardı ki, bu necə olur? Ancaq bu riyazi şeir deyil. Bu ürəkdən gələn, fəlsəfədən gələn, yəni bu çox belə ən dəqiq bir fikir idi, hətta riyazi fikir idi ki, axı 37'nin qurbanları təkcə Cavidlər, Müşfiqlər, Cavadlar deyil. 37'nin qurbanları həm də Səməd Vurğunlardır, Rəsulzalardır, Süleyman Rüstəmlərdir. Sadəcə olaraq bütün bəşər tarixinə nəzər salanda görürəm ki, bir qəfəsdən çıxmaq hələ də azadlığa çıxmaq deməkdir. Atam Qazaxlı balası, anam Dağıstanlı, birləşib ömür dediyimiz bir səhniyə gətirdilər məni. Dedilər başda oyna Vaqif, oyna Vaqif sənə olur oldu. Nə anam, nə atam demədi bu rolun yolunu. Nə anam, nə atam göstərmədi yolun əvvəlini, sonunu. İndi gedirəm bu yolla, bəzən yavaş-yavaş, bəzən tələsik. Bəzən özüm kimi, bəzən aktyor kimi. Bilmirəm, bu yol hansı səhnədədir? Bu yolla gedən kimdir? Bu yola baxan kimdir? Qorxmuram nə yoldan, nə yola baxandan, nə Allahdan. Ancaq özümdən qorxuram. Ananı itirəndə sənin 66 yaşın var idi. Bu itkini sən özünə məxsus, orijinal tərzdə ifadə etdin. 88 sən, 66 mən. Ana, tez kəsdin məni süddən. Atanı itirəndə sənin 17 yaşın var idi. Və bu itkinin acısıyla yaşadın illər uzunu. Əlimi uzatdım sevincə sarı, gördüm yox, arada kədər dayanıb. Atamı səslədim köməyə gəlsin, gördüm yox, arada qəbir dayanıb. Üz tutub gedirdim Allaha tərəf, gördüm yox, arada ömür dayanıb.
Əgər sən Səməd Vurğunla görüşsəydin, ona nə deyərdin? Görüşsəydim qucaqlayıb öpərdim və soruşardım, ha bax ova gedirik. Heç bir gün nə ədəbiyyat yadıma düşərdi, nə siyasət. Yalnız ov, çöl, qamışlıq, tüfəng, ata istisi, ata nəfəsi, onun papiros çəkməyi, ağ bığlarının burada sarılığı, nikotinlə. Yəni ata. Yəni ancaq bunu soruşardım. Yəni bağrıma basardım. Yəqin ki sonra, indi nə bilim Allah, o dünya varsa, cənnət, cəhənnəm varsa, o cənnətdədirsə mən mütləq ondan görüşəcəyəm, cəhənnəmdədirsə mütləq ondan görüşəcəyəm. Çünki mən dəqiq öz yerimi bilirəm ki, mənim yerim hardadır. Ya cənnətin ən isti yerində, ya cəhənnəmin ən sərin yerində. Soruşursan hardayam? Burada. Burada. Burada ya. Əslində Allah bilir. Harda. Harda. Hardayam. Soruşursan necəyəm? Nə aqil, nə dəliyəm. Necə görmək istəsən qardaş eləyəm. Yenə də əvvəlki tək bir qələmin, bir özüm, nə köylərdə, nə yerdə, yenə də keçmiş sözüm. O bağdakı xan söyüd budaqlarını əyib, gözlərim tez-tez dolur. Bəlkə mənə gözdəyib. Huşum körlanıb biraz. İçməsəm də bir qram, yaddaşımın içində gizlən paç oynayıram. Biraz ümid içində, bir qədər qorxuluyam. Bu qorxunun ucundan bir qədər yuxuluyam. Musiqi azadlıq məhbəsidir. Ona məhkum olan insanların cəzası isə ömürlükdür. Lakin bu sənin fikirlərindir. Ancaq eyni zamanda ədəbiyyat da sənin həqiqətindir. Burada musiqi ilə kitabdan söhbət getmir. Kim musiqidən və kitabdan nə alır? İnsan var ki, nə musiqidən, nə kitabdan heç nə götürmür. Canı sağ olsun. İnsan da var ki, yaxşı musiqi vasitəsilə, yaxşı kitab oxumaqla formalaşır. İnsan kimi yetişir, insan kimi püxtələşir. Burada məsələ belədir. Bilirsən, bunlar bir-birinə mane də olurlar. Bir-birini eyni zamanda tamamlayırlar. Bir-birinin əlindən tuturlar. Bax, musiqidə ifa eləyə bilmədiyin, deyə bilmədiyini sözlə deyə bilirsən. Və əksinə, sözlə deyə bilmədiyini musiqi ilə deyirsən. Mənim şeirlərimdə o
xüsusilə də sərbəst şeirlərində Gəraylılar, Heca, Əruz, bu aydındır. Bunun öz ahəngi var, öz bəhirləri var, öz hecaları var. Yəni bu aydın məsələdir. Ancaq sərbəst şeirdə o daxili musiqini tutmaq. Bu yəqin ki, oradan gəlir. Oradan gəlir və hətta deyərdim ki, cazdan və muğamatdan gəlir. Deyəsən bu musiqi Brahmsdan qalıb, bəlkə Malerdən. Bir vaxt itib yox ola bilirdim bu səslərin, akordların içində. Görünməzə dönürdüm sonuncu tonikaya qədər. İndi ya son tonikadan başlanır gözlərin musiqisi, ya da son akordu heç bir vaxt səslənməyəcək bir musiqiyə dönür ömür. Vaqif, sənin şeirlərini hər dəfə oxuduqda, çalğını eşitdikdə özüm üçün yeni dünyalar açıram. Poeziyanın necə olmasını səndən öyrəndim. Səssiz, səmirsiz olmaq, bayquş uçuşu kimi, yer üzündə ən sakit, dəlinin huşu kimi. Gündüz gün işığından, gecə ulduzlardan qaç, qəlbinin qapısını yalnız yalqızlıq aç. Səni düşündürməsin sabah nə olacağı, kimlərin öləcəyi, kimlərin qalacağı. Sev, sevil, ancaq çalış, lap asta çıxsın səsin. Bir də vətən sevgini Azərbaycan bilməsin. Həsədlə, paxıllıqla o insanlara mən qulaq asıram, o insanları oxuyuram ki, ədəbiyyat necə olmaqda yazır, necə olmalıdır, poeziyanın missiyası nədir? O haqda tamamilə inamla, özünə inamla, öz təfəkkürünə böyük inamla, arxancılıqla hökm verir, yazır. Poeziyanın nə ötən əsrlərdə, qərinələrdə missiyası nə olub, nə bu gün nədir, nə gələcəkdə nə olacaq mən bilmirəm. Bilmək də istəmirəm. Sifariş lazımdır. Deyirsən, yer üzündə həqiqət olsaydı, Allaha ehtiyac qalmazdı. Allaha son dərəcədə, dinlərə yox, bir o qədər yox. Dindar adam görürəm. Son dərəcədə Allaha inanan adamam. Onun üçün mən həmişə deyirəm ki, dinlər mənim üçün Allah axtarışlarında bəşəriyyətin, zehninin, zəkasının ən yüksək zirvəsidir. Buddizmdə, Yudaizmdə, Xristiyanlıqda, İslamda. Ancaq əlbəttə ki, bu dinlərin Allahdan qorxmalısan tezisi ilə mən heç cür razılaşmıram. Mən Allahı sevirəm. Və onu da bilmək lazımdır ki, Allah insanı yox, insanları saxlayır. Ölüm bir gün də tək qoymur məni. Qoymur onsuz sevib sevilməyə, qəmlənməyə, sevinməyə, istədiyim kimi şeir yazmağa. Bir nəğməyə də qoymur rahat qulaq asam, xəyallarda özümü özümə bastırır. Ömür tənhalıq verdi mənə, ölüm başdan başa doldurdu təkliyimin boşluğunu. Tək, yalqız qoymadı məni. Bir gündə qəribsəmədim bu dünyada, ölüm sarıdan. Bəlkə dualarımı yolda vururlar, yaralı dualar yetə bilirmi huzuruna ulu Tanrı? Kimin var ulu Tanrı məndən savayı bu dünyada? Kimin var səndən başqa bu aləmdə mənim? Sən tək, mən tək, ulu Tanrı.
Sən deyirsən, ömür həddən artıq çox vaxt aparır. Ölümünə niyə yazmayayım? Məni bu mövzu maraqlandırır. Dünyaya gələn gündən. İnandırıram sizi, bir balaca gün ərzində, ən şən dəqiqələrinizdə, ən rahat dəqiqələrinizdə bir balaca varlığınızı, hər bir insan varlığını silkətsə, ölüm haqqında düşünəcəksiniz. Ölüm haqqında mən yalnız kədərli anlarımda düşünmürəm. Bu çox ibtidai düşüncə olardı. Ölüm haqqında ən xoşbəxt anlarda düşünmək lazımdır. Bax, onda xoşbəxtliyin qədrini bilirsən, qiymətini bilirsən. Yağış yerə yetə bilmir, külək tozu ötə bilmir, ömür zalım bitə bilmir, ölüm yaman yordum səni, orada burada vurdum səni, qaça-qaça, addım, ölüm, səni çox yaşadım. Sən həyatda qeyri-adi olduğun kimi, öz yaradıcılığında da qeyri-adisən. Daxildən baxıb deyə bilərəm necə insanam. Gizlənən insan. Yumor arxasına keçən, ciddilik arxasına keçən, həqiqət arxasında gizlənən, yalan arxasında gizlənən. Yəni, kənardan özünün necə olduğunu görmək istəməyən insan. Vaqif, bilmək istəyərdim, sənin üçün həyatda azadlıq nədir? Həyatda azadlıq, mən çox təəssüf edirəm ki, mən bunu çox gec anladım, 50 yaşımdan sonra. Həyatda azadlıq intizamda, ailədə, ailə mehribançılığında, ev eşikdə. Bundan böyük azadlıq yox imiş yer üzündə. Əsl istiqlaliyyət buymuş insan üçün. Onun üçün Nazım Hikmətin o şeirimi mən həmişə sevirdim. Amma 50 yaşından sonra tamamilə dərk elədim ki, səadət nədir? Səhər sevinərək evdən işə getmək, axşam sevinərək işdən evə gəlmək. Bax, mən bunu dərk elədim və bu azadlığı mən bu saat yaşayıram. Ailəmdə, evimdə mehriban dolanırıq. Mehribançılıq azadlıqdır, bilirsiniz. Etibar azadlıqdır. Nə yaxşı ki, oyaq idim, sən yuxuma girəndə. Nə yaxşı ki, ayıq idim, səni o gün görəndə. Bir divara söykənmişdim, sən qarşıma çıxanda. Nə yaxşı ki, kör deyildim, o gün sənə baxanda. Bilmədim səni buraya, meh ya duman gətirdi. Onu bildim ki, o bağda baxdım yaman gətirdi. Kim deyib ki, yerdən göyə dualar boşa gedir? Göylə bulud, bu yerlə sən, dualar qoşa gedir. Sevinməyə anlar varmış, Allah, şəhər içində. Amma canım duz bağlayıb, qanım şəkər içində. Mən sənə etiraf etmək istəyirəm. İlk dəfə mən 10 yaşında Moskvaya gedəndə yaşadığım o əlçatmaz hisslər üçün atama minnətdar idim. Eyni hissləri mənə sən yaşatdın, sevgilim, Parisə gedəndə. Bir daha sənə sağ ol demək istəyirəm.
Belə. Deyəsən yordum səni suallarımla. Neçə suallarım cavabsız qalsa da, sonuncu sualımı vermək məcburiyyətindəyəm. Sənin belə bir deyimin var. Mən başa düşdüm ki, bu dünyada qanararsız yaşamışam. Belə isə bəs onda sənin qazancın nə olub bu dünyada? Sur l'herbe verte, penche-toi sans honte, nul ne te regarde. Vers la lumière du soleil, tourne tes lèvres, embrasse-la pour un adieu. Le pire adieu, c'est l'adieu à soi-même. Il commence aujourd'hui. Adieu l'espace verdoyant, à toi lumière du jour, adieu. Prends ton enfance entre tes bras, baise-la au visage, aux yeux 10 fois et puis t'en vas. Ne te retourne pas, ne la regarde pas, ton enfance qui crie « Emmène-moi ». Может, ты захочешь мне написать. Так вот он мой адрес. Москва, К9, до востребования самому несчастному. 1000 рук сквозь узкое почтовое окошко потянутся к письму твоему. И между них не так одиноко будет моя рука. Əyrin, üyürün, dar küçələrin, gündüzlər otaqlarındakı bəyaz gecələrin, damlarının yastısı, içinin astası, küçələrin dolanan addımlarının həmişə tənha səsi, gecələrinin dünyada itən tarix tikəsi, içindən Kommunist küçəsindən çıxan təəccübüm, oğullarından qorxan cibim ölüm ayağındadır indi. Biçarə şəhər, içəri şəhər. I want to die as a poem, not as a poet. I'm living with a wish to be read by someone someday, to be read from the very beginning to the end. I want to be memorized by heart, by somebody. I want to be remembered always. I want to be liked, to be loved. And I want all these things so desperately, not as a poet, but as a poem that will never, never be forgotten. Şair gibi değil, şiir gibi yaşamak istiyorum. Okumak arzusuyla yaşıyorum. Baştan sona kadar okunmak. Ezber olmak istiyorum. Kiminse hafızasında beğenilmek, sevilmek istiyorum deliler gibi. Şair gibi değil, unutulmayacak bir şiir gibi.